active in the workplace, trustful in relations, attached to their families. Men joined our new Father Plus, a fatherhood leadership movement. The main objective, family as a value. Women as equal partners in the family and workplace. A supportive father is the guarantee of success for every child. They are senior managers, team leaders, specialists representing HR, finance, customer support, and more. The program includes 5 core modules, a family event, coaching sessions, and expert talks with a pediatrician and a psychologist. Çox rahatlıqla bu proqrama qoşulmağın qərarını verdim. Çünki Azərconnect-də hazırda bizdə bu tipli layihələr çoxdur. Övladlarımı tərbiyə eləyəndə bir ata olaraq rolum daha yaxşı ola bilərmi? Nəyi düz edirəm, nəyi səhv edirəm? Haralardan inkişaf etməliyəm? Bu layihəni bir imkan kimi gördüm və müraciət eləmək qərarına gəldim. Bir ata kimi maraqlı idi mənə, ona görə də iştirak etmək qərarına gəldim. Biz öz övladlarımız, öz qızımla mən orada oyun oynayanda onun əslində necə bacarıqlı olduğunu gördüm və necə sportiv olduğunu düşündüm və eyni zamanda o həmin an özü üçün bir yaranan bir hansısa bir maneəni necə aşacağını kəşf etdi və mən düşündüm ki, əslində bu proqram mənə öz övladımı biraz daha yaxından tanıma fürsəti də verdi. Övladlarımızın videolarını bizim anidən qarşımıza çıxartdılar və orada qızım danışanda mənim biraz gözüm dolmuşdu və həmin an mənim üçün çox emosional olaraq çox belə yüksək an idi. Təlimçi belə bir sual vermişdi ki, bəs qız övladlarının ana bətnindən məhv edilməsi ilə bağlı hesab edin ki, ana bətnində olan qız uşağı dil açıb danışa bilir və öz onu məhv edən valideynlərə, nənə-babaya hansı mesajları verməyə istəyər? Mənim övladlarıma aldığım oyuncaqları, geyimləri, apardığım yerləri onlar heç birini xatırlamayacaqlar. Onlara yaşatdığım hissləri daha çox xatırlayacaqlar. Bunun hələ də təsirindəyəm. Daha şuurlu fikirləşməyə başladım, uşaqlarımla daha çox vaxt keçirməyə başladım. Ailəmizi dəvət etmişdik, yoldaşımızı və övladımızı və orada müxtəlif oyunlar keçirirdik. Və övladlarımızın, hansı ki biz işdə, birlikdə işləyirik, amma övladlarımızın bir-birinə münasibəti, əylənməsi və əylənərək həm də öyrənməsi çox yadda qalan oldu mənim üçün. A day filled with laughter, joy, and connection. Father Plus continues with the same concept. Family is the foundation of a successful, happy world. Biz ataydıq, proqramdan sonra ata plus olduq deyə fikirləşirəm. Ona görə deyirəm ki, daha məsuliyyətli olmağı qatdı.